Qardaş soruşur ki, yəni sübh namazını günəş çıxandan sonra qılmaq olarmı? Cavab odur ki, bəli. Yəni sübh namazı əgər insan yatıb qalıbsa və oyandıqda görsə ki, sübh namazı artıq günəş çıxıb və sübh namazını qılmalıdır. Çünki Allah Rəsulü sallallahu əleyhi və səlləm buyurur ki, kim bir namazı unudarsa, xatırladığında qılsın. Yəni lazım deyil ki, bəzi məzhəb əhli kimi zöhrə qədər uzatmaq və yaxud zöhrdən sonra qılmaq. Yəni belə bir qayda yoxdur ki, namaz qəza oldusa gözləməlisən o birisi namazı. Ona görə sübh namazı əgər yatıb qalmısansa, oyandıqda dərhal qılmalısan. Əgər günəş çıxsa belə, çıxmış olsa belə, yenə də namaz qılmalısan dərhal. O ki qaldı günəşin yəni necə çıxdığını bilim soruşursan. Yəni əlbəttə ki, günəşin çıxdığını yalnız təqvimlə bilə bilərsən. Yəni ya gözlə real şəkildə görməlisən günəşin çıxdığını, ya da təqvimə baxıb bilməlisən ki, günəş saat neçədə çıxır. Yəni belə bilmək olar. Allah bilir daha doğrusu. İxlasla.com saytı tərəfindən təqdim olundu.